Herkese salam dostlar. Kanalıma hoş gelmişsiniz. Her birinizi hoş gördük kanalımda. Dostlar bugünkü videomuz hava bugün seherliydi biraz. Seher durdum dedim sizlere bir video çekeyim. Bu videomda inşallah sizlere kalan cücelerimizi göstermek istiyorum. Zaten videonun onlarla başlamışıq. Daha sonra hündüşkamız yumurtalarından biraz ziyan verir. Ondan danışacağım. Qırt yatırdığımız hündüşkamız ve ağ ördəyimiz qırt yatıb. Özdə neynə erkək ördəyimiz yoxdur. Yəni yerli ördəklə cütləşib onun haqqında da məlumat verəcəyim. Bir də digər ördəklərimiz toyuğun altına qoyduğumuz ördəklərimiz çıxır. Az qalıb çıxışına onun haqqında bəhs edəcəm. Yəni qısacası qarşı bir video olacaq. Amma ilk olaraq istədiyim bu cücələrimizlə barədə daha doğrusu məlumat verim, nə qalıb, nə bitib. Demək dostlar, hardasa 90 dənə cücəmiz qalıb. Burada bu buraxmalardan başqa. Yəni bu var idi ha, almışdıq ha, kənd cücəsi 100 dənə. Biraz da özümüzün filan var idi. Onlardan danışıram ki, Xarkov filan almışdıq. Tarixdə 90 dənə təxmini cücəmiz qalıb. Cücələrimizin bu ilin inkişafından məmnunammı? Məsələn, baxın bu Xarkovda ayın 12-si 4 ayını tamam elədi, səhv eləmirəmsə. Yəni çoxundan məmnun deyiləm inkişaflarından, onu sizlərə bildirim. İndi buradan videodan baxıram, çox hədsiz balaca görünürlər, amma yəni çox hədsiz balaca deyirlər də. Məsələn belə deyim sizlərə, o xoruzları kəsəndə 900 qram 1 kilo ət verir. Məsələn o xoruzları kəsəndə belə demək lazımdır. Yəni izah eləmək üçün deyirəm. O xoruzları kəsəndə məsələn 800 qram, 900 qram ət verirlər. İçinin yaxşılarından kəsəndə hətta 1 kiloqram da ət verirlər. Yəni bilmirəm buradan sizlərə necə görünür. Çox kiçik deyirlər də, onu demək lazımsa. Bu fərə kimilər görürsünüz ha, onlar hansı cücələrimizdir? Qışda 24 dənə cücəmiz çıxmışdı ha. Baxın o xoruzdur, o fərədir, sonra o yekə fərədir, daha sonra altda da var. Məsələn o buraxma qışda çıxanlarımızdandır, o fərədir. Bunlar hamısı bizim qışda çıxan cücələrimіздəndir. Bundan fərə saxlayacağam mı desəz, saxlayacağım uşaqlar, amma məcburiyyət qarşısında qalıb saxlayacağım. Yəni bunun içərisində belə mənim üçün çox belə damazlığa yarayan fərəm çıxmadı. Çox cır oldular cücələr. Bunun da səbəbin mən özümdə görmürəm. Deyəsiniz ki, soyuğa vermisən və yaxud xəstələndirmisən, ona görə yaxud da yerin dar eləmisən, ona görə cücələr balaca qalıb da. Bunu mən qəbul eləmirəm. Çünki niyə? Məsəl üçün o cücələrlə bərabər özüm toyuq balası çıxartıb böyüdüyüm fərələr. Baxın o fərə, baxın o saqqallı fərə, o fərə. Daha sonra hanı, baxın o qara fərə var ha. Bunlar mənim öz toyuğumun balalarıdır. Nə oldu? Mən öz həyətimdən çıxartdığım toyuq balalarım inkişaf elədi, sexdən aldıqlarım inkişaf eləmədi. Yəni sexdə ümumiyyətlə problem var idi. Öz həyətində böyüdüklərimdən də hələ nə qədərsini kəsmişəm. Məsəl üçün o fərə də mənim toyuq balalarımdandır. Biraz cır fərədir, amma görürsünüz məsəl üçün necə artıq pipiyin zadın qızardı da. Yəni onun balaca olmağına baxmayaraq bir də gördünüz yumurtaya düşdü. Yəni nə deməyə çalışıram? Nə oldu? Yəni mənim öz toyuğumun balaları, fərələrimin həyətimdən çıxartdığım toyuq balaları inkişaf elədi. Bəs şeylər inkişaf eləmədi. Sexdən aldıqlarım, yəni onlara yaxşı baxdım, onlara yaxşı baxmadım. Normalda öz cücələrin içində böyüyüblər. Hələ neçə dənə də o xoruzlardan kəsmişəm. Yəni öz böyütdüyüm xoruzlardan kəsmişəm. Öz böyütdüyüm dediyim öz toyuğumun balaları, qonşudan yumurta alıb qoyduğumun balaları böyüyüb. Bu cücələr ümumiyyətlə sexdə nəsə düzgün gəlməmişdilər. Əslində gələndə şeyləri, yəni aktivləri yaxşı idi, aktiv cücələr idilər, amma qoydum qutuya, sabah səhər gəldim, baxdım, axşam gəldi bir cücələr. Sabah səhər gəldim, baxdım, gördüm ki, cücələr o deyil də, yəni. Yəni bundan bu saxlamışamsa yaxşı deyil. İçində elə cücələr də var, elə cücələr də var sexdən gələn. Hələ ona baxın siz Allah. Elə cücələr də var. Elə 2 aylıq cücə boydunadır o. Amma neynək, eybi yoxdur, canımız sağ olsun. İçində bir 5-10 dənə cır da olsa, bir 20 dənə fərə saxlayacağım. Zaten bir 40-a yaxında fərə var məndə. Qazlar burada səs eləyirlər, qoyulu onlarda qoyuluyor. Baxın. Neyse. Bir 40 dənə fərəm var, bir 20 dənəsini saxlayaram. Bəsdir. İçindən də bir neçə dənə xoruz saxlayıram. Məsələn o Xarkov xoruzdur, budur. Bu Xarkov xoruzları saxlayacağam. O boynu tüksüz ağ xoruzu saxlayacağam. Bu xoruz hələ ki qalır, amma qalmaya bilər. Yəni durub da burada. Yəni belə-belə. O sonra o ağ xoruzu saxlayacağam. Yəni içindən də biraz belə xoruzlardan seçib
saxlayacağam. Yəni cücələr haqqında verəcəyim məlumat budur. Hə nə verirəm desəz, buğda verirəm hal-hazırda, başqa bir şey vermirəm. Elə sizlərlə bərabər bunları da açım, buraxım. Sonra keçək. Bunlar belə getdilər. Keçək bura. Tükləri filan da desəz dostlar, yaydı. İndi toyuq tüləyir, qaz tük tökür, ördək tük tökür. Məcburəm. bu da lafal ördək yumurtalarda turlamaq üçün dünən qoydum ora, yadımdan çıxıb qalıb. Hündüşkanın altının yumurtasını göstərim dostlar sizlərə. Bu hündüşkanın altına bilirsiniz də sizlərlə bərabər 12 dənə toyuq yumurtası, 7 dənə də o aldığım cinsdən cücə qoşun dedim. Karlikoxin nədir, əsl adı elədir. Tam olaraq indi adında yadımda deyil. Yumurtası qoyduq, başqa cins yumurtası qoyduq. Bu vay olmuş hündüşkamız. Hə, daha sonra da sabahda dedim axı sizə əlavə edəcəm. Elə həmin günü də videodan sonra axşama qədər toyuqlar yaxşı yumurtadır. 9 dənə də əlavə toyuq yumurtası əlavə elədim. Yəni altında oldu 21 dənə yerli yumurta, yəni kənd yumurtası, özü toyuğumun yumurtası, 7 dənə də o yumurtadan, yəni cins yumurtasından. Təəssüflər olsun ki, bu hündüşkam bilmirəm çoxdandandır yatır deyə. Çünki birinci dəfə yatanda öz yumurtalarını sındırmamışdı. Bilmirəm, baxım görüm 5 dənə yumurtası qalıb. 3, 6, 9, 12, 13 dənə. Hə, bilmirəm çoxdandır yatır deyini, nə bilim, nədirsə, nə problem oldusa, başladı yumurtaları sındırmağa. Gündə 1 dənə, 2 dənə, 3 dənə, 4 dənə sındırdı. Təsəvvürlüyün ilk gün neçə dənə sındırdısa, 2 gün içində neçə dənə sındırdısa, sabahisi axşamçağı gətirdim bunun altına 6 dənə də yumurta əlavə elədim. Çünki gördüm 5 dənə yumurtasını sındırıb bu şey 2 gün ərzində. Yatırdığım gün bir də sabahisində 5 dənə yumurta sındırıb. Əvvəl ilk gün düşündüm ki, yəqin yumurtanın hansınsa qabığı nazik olub, olar sınıb. Yayda dedim, bəlkə qabığı nazik yumurtayıb toyuq, olar sınıb. Sabahisi gördüm, yox, bu yumurtaları götürüb içir. Götürüb aparır, sındırır, yumurtaları içir. Gətirdim 2 gün sonra 6 dənə də yumurta əlavə elədim. Yəni düşünün də 21, 6, 27 dənə o yumurtadan cəmi 13 dənə yumurta qalıb 27 yumurtadan, yerli kənd yumurtasından. O cins yumurtalarına da xərər gəlməsin deyə aparıb qoydum ördək bastırdığımız toyuğun altına. O bilirsiniz ki, geniş toyuqdur, yəni iri toyuqdur. Yumurtalar 12 dənə altında ördək yumurtası var, lal ördək yumurtası var. Əlavə elədim o yumurtaları da altına. Zaten 2 günüdür bu yatırdı. Bir gündə o yatdı, getdim yumurtalara baxdım. Yumurtaların heç birində bala, 4 gün daha doğrusu 2 gündə o yatdı, sonra baxdım. Yumurtaların heç birində bala əmələ gəlməmişdi. Bu da o qədər yumurtanı sındırıb altındakı palçığa filan batırmışdı ki, yumurtaların üstü bulaşıq idi. Gördüm digərin heç birində yoxdur. O bir dənənin içində də nəsə hiss elədim, amma yumurtanın ucu palçıq etdiyini tam olaraq görmədim. Hamısını vurdum yerə, cəmi bir dənəsində bala var imiş, heç birində bala yox imiş. Yəni o yumurtalar da elə getdi. Hal-hazırda altında cəmi 13 dənə yumurta qalıb. Yəni bala çıxardacaq, 5-6 yumurta ilə dolaşacaq, 5-6 bala ilə dolaşacaq, o da çıxarsa hələ. Amma eləyəcək bir şey yoxdur. İndi deyirəm görüm, əgər bu çıxardığında 5-6 cücə çıxarsa, heç olmasa bazardan filan görüm tapsam. İndi yaydı, yığışdırıblar bazardan cücəni filan, amma görüm tapsam əgər bir 10 dənə yanına cücə alıb atacağım ki, bari heç olmasa bir 5-10 dənə cücə ilə gəzsin də. Yəni 3 dənə, 5 dənə cücə ilə nə gəzir da? Neyse, bu da belə yəni. Kış. Bu yerli qazlardır, inanırsınız, əsas səs-küy eləyənlər. Neyse, gedək. Videonu saxlamadan ördəklərlə də bağlı danışım sizlərə. Yəni bu ortalığın təmizliyindən danışsa dostlar, valla həqiqətən hər gün də təmizləmək olmur. Hava da istidir. Amma bir 10 gün bundan qabaq təmizləmişəm. İstər-istəməz batırda toyuqcanın yerini nə yemək olar? Buradan biri saman götürür, çıxır. Niyə bilim, ayağımıza bir saman yapışır, çıxır. Sonra birinin tükü tökülür. Qısacası da yəni batır. Edəcək bir şey yoxdur. Neyse, gəldik bu ördəklərimizin yanına. İlk öncə bu ağ ördəyimdən bəhs edeyim. Altında, deməli dostlar, baxın, 3, 6, 9 dənə cəmi yumurta oldu. Bunun da ilk yumurtasını bilirsiniz ki, sındırmışdım. Artıq dünəndən gəlib yatıb. Bugünlərdə ayın neçəsidir? Bugün ayın 17'si olmalıdır. 15'i biraz yatdı, amma 16'sından dəqiq yatıb da. Dünəndən yatıb. Yəni
Görək nə çıxardacaq. İndi əlavə bir dənə də yumurtayarmı, yumurtamazmı bilmirəm. Çünki artıq dünəndən yatır, dünən də yumurtamayıb, bugün də hələ ki yumurta yoxdur. İndi birini də yumurtayarmı, yumurtamazmı bilmirəm. İndi nə olsa fərqi yoxdur. Zaten bilirsiniz ki, mənim erkək ördəyimi vermişdim əmimgilə. Bu ördək qonşumuzun ördəkləri bizim həyətə də gəlirlər. Onsuz bizim o qazdırdığımız suyunu gölə də gəlirlər. Qısacası göldə də olurlar. Onların erkək ördəklərindən yəqin ki cütləşib. Yəni gözümlə görməmişəm, amma ilk yumurtanı sındırdım, gördüm toxumludur deyə bildim ki, bu artıq onlarla cütləşib. İndi bu çıxan balalar mular da olacaq. Mular da desəz nədir? Yəni bu çıxan balalar normal ördək kimi böyüyəcək, kəsib yeyəcəm, amma onlardan damazda saxladığım halda onların cütləşməsindən bala əmələ gəlməyəcək, bala çıxmayacaq. Qısacası bunlar o deməkdir. Yəni bunların son vəziyyəti bu. Bu da bu ördəyimizdir. Bunun da çıxışına artıq çox az qalıb, bir neçə gün qalıb. Day toyuğu gedib göstərmirəm. Amma onun çıxışı lap az qalıb da. Onun çıxışı yəni elə bir sabahı bir günü çıxacaq. Təbii ki, onları da çəkib göstərəcəyim sizlərə. Bu ördəyimin balalarını tekrar saxlayacağım. Niyə desə, çünki bu ördəyim birinci dəfədə 40 dənə yumurtadır, ikinci dəfədə 40 dənə yumurtadır. Yəni normal məsələn o ördəklərimin, yerli ördəklərimin 3 dəfəyə yumurtayacağı yumurtanı bu 2 dəfəyə, 3 dəfəyə də deyirəm, üzr istəyirəm. Yəni 4 dəfəyə, 5 dəfəyə hətta yumurtayacağı yumurtanı bu ördəyim mənə 2 dəfəyə yumurtadır. Yəni ilk bir dəfədə 40 dənə birinci dəfə yumurtadır, 40 dənə də bu dəfə yumurtadır. Yəni 2 dəfəyə 80 dənə yumurta verdi. Ona görə bunun balalarını tekrar saxlayacağım. Həm zaten mənə ördək lazımdır. 2 dönüş olsun. Ördəklərim dallı qabaqlı olsun. Birini kəsib yeyəndə digərinə də olsun da, yəni inkişaf eləsin onlarda. Yəni bunun balalarından mütləq saxlayacağım ki, özünün balalarından da yenə həmin kimi özü kimi çox yumurtayan çıxma ehtimalı var. Dediyim kimi birinci dəfədə 40 dənə yumurtayıb, indi də 40 dənə yumurtayıb bunun balalarını da saxlayacağım ki, belə çox yumurtayan əldə eləyək. Həm istəyən olduğundan satım sizlərin də əl üzdə olsun, həm də özümün də təsərrüfatımda olsun. Zaten yumurtası çoxdur, yumurtasını saat ya da qoyuram toyuğun falan altına, çıxardıram balanın birini 4 manatdan 5 manatdan rahatlıqla satıram da. Niyə görə saxlamayım ki, belə çox yumurtayan cinslər. Neysə, bunların da son vəziyyəti bu. Biraz burada yaxşı çəkmir telefon. Ona görə çox uzatmayayım. Da o toyuğa getmirəm. O toyuq çıxardanda bir dəfəlik sizə göstərirəm. Video çox uzun olmasın. Belə dostlar, sağ olun, salamat qalın. Kanalımıza abunə olub videonu bəyənməyi unutmayın. Sona qədər izləyənlər də yorumlarda özlərini bildirsin. Ən dəyərli izləyicilərim sizlərsiz. Təşəkkür edirəm, minnətdarım.